Salam şagirdlər, hər birinizin hər vaxtı xeyir olsun. Ümid edirəm hamınız yaxşısınız. Bildiyiniz kimi buraxış az bir müddət qalıb və çalışdığımız qədər sizin üçün çoxlu sınaqlar olsun, dim toplusu izahlar olsun çəkməyə çalışırıq ki, sizə yardımı toxunsun. Bugün də yenidən buraxılış tipli bir neçə qrammatika sualının izahına baxacağıq. Amma izaha keçməzdən öncə bildirmək istəyirəm ki, əgər dərslərimizə qoşulmaq istəyirsinizsə, o zaman 077 598 38 00 nömrəsi əlaqə saxlaya bilərsiniz. Başlayaq ilk sualımızla. İlk sualımız isimə aiddir və bizdən düzəltmə isimlərin cərgəsini istəyir. A variantına baxıram ki, mən rucksack mürəkkəb, bunch isə nədir? Sadə sözdür. B variantına baxıram ki, landfill mürəkkəb sözdür, çünki iki sözün birləşməsindən yaranıb. C variantı benefit sadə sözdür. Y variantında isə danger sadədir, sonunda er olan sadə olan isimlər cərgəsindən tapa bilərsiniz. Amma lengthdir, boredomdur, differencedir. Bunlar nədir? Düzəltmə isimlərdir. Long sözünün sonuna th şəkilcisi artırmaqla length, bore bezdirmək sözünün sonuna dom şəkilcisi artırılıb, differ fərqlənmək sözünün sonuna isə n şəkilcisi artırılmışdır. İkinci sualımız article ilə bağlıdır. Baxırıq ki, if person wants to play basketball well, he has to practice it often. Bilirik ki, playdən sonra oyun adları gələndə nə etməyəcəyik orada? Z artikli qoya bilmərik. Ona görə A-nı, Y-ni çıxacağıq. Sonra mən bilirəm ki, burada person sayılan tək isim olduğuna görə boş çoxluqla da onu işlədə bilmərəm və deyirəm ki, əgər hər hansı bir, yəni istənilən bir, bu insan mənə məlum deyil ki, hansı insanla danışır. Deyirəm, əgər bir insan basketbol oynamaq istəyirsə, nə etməlidir? Çoxlu praktika eləməlidir. Ona görə mən Z artikli də qoymayacağam, götürəcəm a person. Sonra baxırıq üçüncü suala. Bilirik ki, nöqtələrdən sonra article gəlsə, mən orada deməli nə bilmərəm. Orada yer əvəzliklər işlədə bilmərəm. Ona görə B-ni D-ni çıxacam. Yəni, yadınızda saxlayın ki, nöqtələrdən sonra article gəlibsə, it apostrof s qoyacaqsınız. Əksinə, nöqtələrdən sonra isim gəlibsə, o zaman rahatlıqla siz it qoya bilərsiniz orada yer əvəzi. Çünki bu cümlənin başqa bir xəbəri artıq nədir? Vardır. Ona görə cavabımız olacaq A variantı. Deyir, bu gözəl bir evdir. Onun bağı heyrətamizdir, gözəldir. Sonra gedirik dördüncü suala. Altına xətt çəkilmiş sözlərin bizdən əvəzliklə əvəz olmasını tələb edir. Mən bilirəm ki, Leyla nədir? Qız adıdır. Deməli, onu nə edə bilmərəm? He ilə əvəz eləyə bilmərəm. Ona görə B-ni çıxacam. Nephew isə nədir? Oğlandır. Yəni, bacı oğlu, qardaş oğlu deməkdir. Kişi cinsinə aiddir. Deməli, onu mən her-lə də əvəz eləyə bilməyəcəm. Təkdə olduğuna görə zəm də qoya bilmərəm. Sonra baxıram, qalıb mənə D ilə Y variantı. Birində his yazıb, birində him yazıb. Mən bilirəm ki, feildən sonra hansını işlədəcəm? Feildən sonra gətirib obyekt əvəzliyini işlədəcəm. Deyirəm ki, Leyla neynədir? Öz balaca bacısı oğlunu hər yerdə axtardı. İndi burada bacısı oğlu olmadı. Deyirəm ki, Leyla onu hər yerdə axtardı. Baxırıq 5-ci suala. I want to eat, I'm hungry. Okay. Acam deyir. Deməli, biz bilirik ki, any inkar cümlədə işlənər, some isə ilk cümlədən elə isimsiz işlədə bilməliyik. Çünki əvvəlki cümlədə isim haqqında mənə məlumat verməlidir ki, mən artıq onu ikinci tərəfdə isimsiz işlədə biləm. Yoxsa some belə isimsiz işlətmək olmaz. Sonra baxırıq ki, deməli, C, D, Y variantları qalır. Acamsa nəsə yemək istəyərəm də. Belə düşünsək ki, nothing-lə də no, hər ikisi inkardır. Bizə qalacaq yəni nə? Something. Tərcümə eləsək də görərik ki, deyir ki, mən nəsə yemək istəyirəm. Çünki niyə? Acam. 6-cı sualımızda sifətin dərəcəsinə aiddir. Baxırıq ki, zən var. Zən varsa qoymalıyım müqayisə dərəcəsi. Massadan sonra müqayisə gəlməlidir. Adi yazıblar. B variantındakı üstünlük dərəcədir. D variantındakı eyni qayda, Y variantındakı da adi dərəcədir. Götürəcəm betə, C variantı. 7-yə baxsaq görərik ki, burada nöqtələrdən sonra of gəlib. O zaman nə etməliyəm? Avtomatik anybody'ni çıxmalıyam. Çünki bu nədir? Törəmədir. Everyone ayrı yazılan törəmə deyil. Yəni, bundan sonra of nə edə bilər? Gələ bilər. Yəni, bu düzgün bir qaydadır. O yüzden hər ki, onları saxlayırıq. No-dan sonra of gəlməz deyə bunu çıxacaqsınız. Sonra baxırıq ki, bizdə xəbərimiz necədir? Təkdədir. Xəbərimiz təkdə olduğuna görə mən orada onunla samı da qoya bilmərəm. Götürəcəm elə 1 ilə 4-ü. 8-ci suala baxırıq ki, on the coast of-dur. Caspian Sea-dəki Xəzər dənizi dəniz adlarına da Z artikli işlənir. Hər ikisində Z olacaq burada. Yəni, Y variant oflu birləşmədir. Z artikli qoymalıyıq.
Possessive case istəyir bizdən yəlik hal. Baxırıq ki, əgər sizə verilən ismin sonunda s olarsa və həmin s cəm şəkildirsə, artıq onun yəlik halı apostrofdur. Sonra hence bilirsiniz ki, iki şəxs eyni anda aid ola bilməz. B-ni də çıxırıq. Sonra baxırıq ki, D variantı apostrof s-dən sonra feilin üçüncü forması gəlib lazım deyil bizə. Y variantında a good night deyə bir şey yoxdur. A good night olar. Götürəcəm nəyi? C variantını. 10-cu sualda verildən sonra adi dərəcə gələr. A üstünlükdür, Y müqayisədir. Sonra easy bilir ki, sonunda y ilə bitən, yəni y hərfi ilə bitən çox hecalıdır. İki hecalı sifətlərin müqayisəsi və üstünlüyü şəkilçi vasitəsilə düzəlir. Ona görə C-ni də çıxacağıq. D-də maçdan sonra müqayisə gəlməli, gəlməyib səhvdir. Elə mənə adi dərəcə lazım idi, götürəcəm B variantını.